Salam, axşamınız xeyir olsun. Hörmətli izləyicilər, hörmətli könüllü nəzarətçilər, İctimai Birliyinin bütün üzvləri, hər birinizi xoş gördük. 26 iyun 2025-ci il tarixində bu bayram günündə hər birinizi xoş gördük. Bildiyiniz kimi, bu gün Azərbaycanda Milli Ordunun Silahlı Qüvvələrin yarandığı gündür. Məhz 1918-ci ildə bu gün Azərbaycanda Milli Ordunun əsası qoyulmuşdur. 70 il ərzində Sovet İttifaqının tərkibində olduqdan sonra 70 il ərzində biz öz bu bayramımızı, milli bayramımızı deməli qeyd edə bilməmişik. Artıq biz xoşbəxt bir xalqıq, müstəqil xalqıq, milli ordumuz var və milli ordumuz dünyada öz sözünü demiş ordulardan biridir. Dünya miqyasında özünə məxsus xüsusi çəkisi var. Bu xüsusi çəkisini bizim milli ordumuz 44 günlük müharibədə bütün dünyaya özünü göstərdi və sübut elədi. Başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını, Azərbaycan dövlətini və milli orduda bugün qulluq eləyən insanların hər birini ayrı-ayrılıqda təbrik eləyirəm. Bizim milli ordumuzda müxtəlif yaş kateqoriyalarına aid olan insanlar xidmət eləyirlər, onları alqışlayıram, salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, müharibə veteranlarımıza Allah Taala can sağlığı versin. Mən Fəxrəddin Mürsəlov, könüllü nəzarətçilər İctimai Birliyinin Cəbrayıl Regional Təşkilatının sədri.